son təmas 2021-ci ilin dekabr ayında olmalıydı. İsveçdə ATƏT Nazirlər Şurası çərçivəsində onlar bizə Ermənistan tərəfi ilə danışıqları təşkil etmişdilər. Biz də buna razılıq vermişdik. Ancaq həmin gün Ermənistan tərəfi növbəti bir təxribat etmişdi. Ermənistandan böyük nümayəndə heyəti müxtəlif partiyaları təmsil edən Ermənistandan Qarabağa səfər etmişdi. Qarabağda hardasa bilməm, partiyalar arası, parlamentlər arası bir konfrans, nəsə belə bir şey keçmişdi. Biz Stokholmda idik. O məlumat daxil oldu. O məlumat bizə daxil olan kimi biz həmsədrlərə bildirdik ki, biz görüşdən imtina edirik. Biz burada normal bir danışıqlar prosesinə razılıq veririk, bunu etmək istəyirik. Ermənistan isə bizim suverenliyimizi, ərazi bütövlüyümüzü növbət dəfə pozmaqla məşğuldur, təxribatla məşğuldur və bu məhz bu görüşün gününə təsadüf edir. Bu məqsədli təxribatdır. Ona görə biz bu görüşdən imtina etdik. Həmsədrlər çox məyus idilər və Ermənistandan da çox narazı idilər. Çünki onlar üçün bəlli bir fürsətin də elə bir ki, Ermənistan atdığı addım nəticəsində oldu. Ondan sonra bizim onların təmaslarımız olmamışdı. 2022-ci ildə artıq Rusiya-Ukrayna müharibəsinin başlanması, artıq onların arasında böyük ziddiyyətlər ümumilikdə heç nəzərə olaraq da bunu mümkün etmirdi. Ermənistan müəyyən bir dövr ərzində çox israrla çalışırdı bunu həyatda saxlasın və hətta hərdən bir gülməli məqama kimi çıxırdı. Deyək ki, Fransadan hansı bir diplomatla görüşəndə, Amerikadan və Rusiyadan diplomatın adını deyəndə, baxmayın, bu həmsədr deyil. Bu bir nümayəndədir, gəlib, deyək ki, nazir müavinidir. Hər zaman onun titulunu yandırıb və qeyd edirlər ki, bu həmsədr ölkəni təmsil edən bir adamdır ki, elə bil ki, bunu deməklə bunlar bunu yaşatmaq istəyirdilər. Digər platformalara gəldikdə çox açıq şəkildə mövqeyimizi ortaya qoyurduq. Bəli, platforma olaraq, yer olaraq biz gəlib sizlə görüş keçirə bilərik. Öz ona görə fikir verin, yəni biz hər zaman dəyişirdik görüşlərin yerini ki, kimsə bunu bir platformaya çevirməsin. Bir dəfə burada, bir dəfə orada. Bu yerdir, məkandır. Ancaq sən və digəri bu formatın tərkib hissəsi deyilsən. Biz burada yeni Minsk qrupu yaratmaq niyyətində deyilik. Görüş aça bilərsən, xoş söz deyə bilərsən, hamını salamlaya bilərsən, sonradan otağı tərk edirsən, iki tərəfli əsasda biz bunu davam edirik. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Ermənistan buna çox qarşı çıxırdı. Ermənistan özünü belə diskomfort hiss edirdi. Düşünürdülər ki, bu formatlar onlar üçün daha əlverişlidir. Çünki onlar hər zaman dəstək əldə edirdilər.